Mən evə qonaq gələrik, sizə gülüş gətirərik. Gözəl ovqat, xoş həyəcan, gəlib çatır həmin məqam. Vətənin hər bir yerində, hər obasında elində, hamı üçün doğma oldu. Planet Parniz Baku, ça-ça-ça. Salam əziz dostlar. Azərbaycanın ilk mobil operatoru Baksel'in baş sponsorluğu ilə Planet Parniz Baku'nun 10 illik yubileyinə həsr olunmuş verilişlər silsiləsi efirdədir. Biz hələ də 2007-ci ildəyik. Həmin ildə Planet Parniz Baku daha bir sərhəd açdı. 2007-ci ildə biz gözəl Dubay şəhərinə səfər etdik. Bu səfərimiz Bağlan qrupun dəstəyi ilə baş tutdu. Salam ala Dubai, salam ala Subay. Əzizim Eliş, sən xoş gəlmisən. Necə, hə? Sən xoş gəlmisən. Onda şu qoyun kimi məliysən, ha? Ay bana, yəni Birləşmiş Ərəb Əmirlikləri. Hala, Hə, deyirəm hala bu ərəblərə halal da, hala. halal olsun. Gör necə şəhər tikiblər, hala. Doğru. Hala 20-30 il bundan qabaq, buralar hamısı səhra idi. Eliş, deyirəm gör 20-30 ildən sonra buralar nə olacaq? Hala yenə səhra olacaq. Nəşə? Hala bizimkilər ki tez-tez gəlib getmir Dubaya. Ha. Hala Dubayda nə ki səhra? Ha. Heç səhradakı qum da qalmayacaq. Səhradakı qumlaş qalmayacaq. Hala daşıyacaq hamısını Bakıya da Navastroyka tikməyə. Eliş, bir dənə bu binaya bax. Gör nə bomba binadır. Oy burç. Oy ələrəm. Ana, Hə. bu ərəblər bu burcalara bu nə suyun içində tikiblər. Ulan görünür Dubayın meri çox burcutdur. Bak. Axırda da məcbur oldular suyun içində tikdilər də. Eliş, Eliş, səncə belə bir binanı Bakıda tiksələr, Baksovet onu qəbul eləyər? Heç vaxt. Heç vaxt Baksovet belənçi eybəcər binanı qəbul etməz. Nəşin? Hala şəhərin arxitekturasını pozucaq da. Həri. Здравствуйте. Здесь из Баку девушка Гюля работает. Abi, Bakıdansan? Harry, Abi, üstünde danış da. Hansı gündən soruşsan? böyle alagöz sarışın kızdı. Понятно. Ağız gülə, yanıma gələn var. Gül Hanım, çok sağ olun. Salam. Sağ ol. Gül Hanım buradadır. Abi, xoşuma gəlir. Ağız gülə. Gül Hanım, çok sağ olun. Salam. Adı. Bəlkə vurulmusan. Adı bəlkə almaq istəyirsən onu. Ağız gülə. Gül Hanım, Aha, çok sağ olun. siz də sağ olun.
Sabah yeni gələcəksən. Yox, uca pulum qurtardı. Kısaca o pulları Bakıdan padruqanın Sabina dedi ki sizə çatdırma. Sağ olun. Salam aleykum. Aleyküm assalam ve rahmetullahi ve berekatuhu. Ana zibun? Mən turistəm, saatım xarab olub. Onu harda düzəltdirə bilərəm? Ana urid amillu. Vallahi marif. Dəqiq bilmirəm, amma iki küçə o tərəfə getsəniz, orada saat şəklini görə bilərsiniz. Çox sağ olun. Yaxşı yol. Salam aleyküm. Bakıdansınız? Ha? Bakıdansınız? Her nece be? Ben de Bakıdanam. Ha ne olsun söz bitme. Zaten saatim xarab olub, düzəldərsiniz. Ya Niyə? biz burada saat düzeltmiyoruz. Başa düşmədim. Biz burada saat düzeltmiyoruz. Biz burada ancak sünnet ediyoruz. Bəs onda qapının üstündə niyə saatin şəklini vurmuş? Ama rahmetliğin oğlu. Ben sence ora neyin şeklinde vurmalıydım? Ha? Dubayda olarkən biz Azərbaycan futbolunu unutmadıq. Meydan dolu bir oyunda rakiplere baş eğerik ey vətən. Zaşitlikler tormozdular, hücumçular kasoydular ey vətən. Ey vətən, kapımızdan geçen toptan aldığımız sarı karttan doya bilmirik, doya bilmirik ey vətən. Ufla boydan, Beşiktaş'dan, boş kapıdan, penaltıdan olsak seni terennüm edirik doğma Azerbaycanımız. Hard olsak soyuduzunu doğma Azerbaycanımız. Fransa, Portugalya, Polşa, Finlandiya, Slovakya, Ukrayna, İngiltere, İtalya hamı bizimle oyun arzuluyor. Bize çok sağ ol deyir. Yaşa, yaşa benim belam, derdim, ağrıyan canım. Doğma futbolu. Ne Zidane'ı, ne Beckham'i, ne Figo'nu, ne Totti'ni tutabilmirik, tutabilmirik ey vətən. Lüksemburg'u, İsrail'i, Andorra'nı, Liechtenstein'i bilmirik, bilmirik
Müşahidin el-Əxtəram, Bərnəmic el-Əxbar. Ərəxtün otçuluğunu tasarıvalaraq, arabalar sanata qada taxtumluğunu ələq unutursun buna. Maliş, yəni bağış deyin. Dünən yenicə istifadəyə verilmiş Bakı-Dubay körpüsünün 2067-ci kilometrində ağır yol qəza hadisəsi baş vermişdi. Dərhal 9 gündən sonra hadisə yerinə çatmış Bakı yol polisi əməkdaşları qəza yerində heç bir şey aşkar etmədikdən sonra lomkaya düşüb, Dubay polisini nipraf çıxardıb və əli boş qayıtmamaq üçün körpü ətrafında 3 əxlaqsız yuva aşkar etmişler. Продолжаем тему. Новости из Голландии. Вчера тараканы одного из амстердамских публичных домов объявили забастовку. Они требуют больше хлеба и меньше зрелищ. Milli Teleradyo Şurası öz aktif fəaliyyətini davam etdirir. Bugün 12:00'dan etibarən lisenziyaları olmadığına görə Panama və Süveyş kanalları bağlanmışdılar. Qeyd edilən Televiziya Şurasının toplantısında qərara alındı ki, Volgadon kanalının lisenziyası iyulun 1-nə kimi uzadılsın. Новости культуры. В минувшую субботу в Лондоне на знаменитом стадионе Уэмбли с успехом прошел концерт азербайджанской певицы Нушаби Эль-Аскерли. Случайно попавшие на стадион 8 пьяных китайских туристов остались очень довольны. Dünən Fövqəladə Hallar Nazirliyinin 2 hallı əməkdaşı halal kalpasa yemiş, fövqəladə halda hallanmışdılar. Nəysə, davam eləməyə halım yox. Новости спорта. Вчера после очередного футбольного матча Дэвид Бекхэм, раздавая автографы, случайно подписал контракт с Гянджинским Кяпезом. Это были все новости на планете Парни из Баку, а вас ждет реклама. Maassalamə. Azərbaycanda ilk dəfə bəylə gəlinin kravatının şadlıq sarayına daxil olduğu ilk və yeganə məkan. Zevqimi və boyumu yerə soxum, ay oğlum. Bir qeyrət şadlıq sarayı. Bizdə yengə də var. Baksovet artıq 3-cü dəfədir ki, stolbaları dəyişir. Təzə stolbalar. Görək bunlar nə qədər qalar. Bizimkilər sizə gəlmək istəyir. Bilirsən nə var? Anam hər dəfə kirayə haqqında eşidəndə deyir ki, mən çəkdiyim əziyyəti istəmirəm qızım da çəksin. Axı sənin ev almağa imkanın yoxdur. Niyə gülürsən? Bilirsən nə var? Dur, rədd ol buradan anonla bir yerdə. Rədd ol şirkətlər qrupu. Bizdə ayrı söyüşlər də var. 2007-ci ildə Dubayda olarkən Planet Parni iz Baku populyar müğənni İlqar Sahilə parodiya etdi. Neçə ildir oxuyuram səhnədə,
Çox məşhur olmamışam axı mən niyə? Bəlkə cinsimi dəyişim, Dubayda klip çəkdirim, show business dönüb olub acı taleyim. Bilmədim, 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 məhəbbət Kazımovdur, hardan biləydim? Bilmədim, bilmədim, mən bilmədim, bilmədim, Maestro Ceyhun imiş, hardan biləydim? Bilmədim, 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 Faiq də multik imiş, hardan biləydim? Bilmədim, bilmədim, mən bilmədim, bilmədim, Kamran da müğənni imiş, hardan biləydim? Bilmədim, 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 Dubayda içmək olmaz, hardan biləydim? Bilmədim, bilmədim, mən bilmədim, bilmədim, bu qızın çuvakı var, hardan biləydim? Bilmədim, 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 burgerinə dərmanıymış, hardan biləydim? Bilmədim, bilmədim, mən bilmədim, bilmədim, bu qızda speed var imiş, hardan biləydim? Speed var imiş, hardan biləydim? Planet Parties Baku. Baş sponsor Baksel. Cha-cha-cha. Baksel'in baş sponsorluğu ilə Planet Parties Baku'nun 10 illik yubileyinə həsr olunmuş verilişlər silsiləsi davam edir. Planetimiz hələ də 2007-ci ili yaşayır. Həmin il Baksel cin abunəçiləri üçün 2 qat kontur kampaniyası keçirtdi. Kampaniya çərçivəsində istənilən 2 tərəfli bağlı cin nömrəsini aktivləşdirmək üçün kontur kartını yükləmək kifayət idi. Planet Parties Baku isə 2007-ci ildə Dubayda olarkən uzaq sahillərdə verilişinə parodiya etdi. Salam əziz tamaşaçılar, uzaq sahillərdə verilişi həmişəki kimi efirdədir. Bugün biz xaricdə yaşayan həmvətənlərimizin biri ilə tanış olacağıq. O bizim fəxrimiz. Ölkəmizi layiqincə təmsil edən, mədəniyyətimizi tərənnüm edən, Dubayda yaşayan həmyerlimiz, maşın alverçisi Daşdəmir müəllimdir. Cəfər müəllim, öz vətənimdən uzaqda olsam da, mən həmişə öz vətənimi sevmişəm. Millətimi də qiymətləndirmişəm. Qiymət demişkən, o günləri 96-nın vurulmuş yeşkasını ərəbə 12 minə sata bilmədim. Sata bilmədim ki. Amma sağ olsun özümüzkilər. Bir nəfər Azərbaycanlı gəldi, həmin yeşkanı 15 minə itələdi, qurban alaram öz millətimə. Daşdəmir Tiptronik oğlu Fulsalonlu, Bakılı da olsa 1972-ci ildə Tərtər rayonunda anadan olmuşdu. Elə o vaxtdan bütün pullarını tər tökə-tökə qazanmışdı. Biznesdə ilk addımlarını Sumqayıt maşın bazarında təkər qaraldmaq ilə başlamışdı. Dubay şeyxi tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin inkişafında əvəz olunmaz ziyanlara görə 2 dəfə ölkədən deportasiya edilmişdi. Evlidir, 2 oğlu, 5 maşını var. Qabaqlar, yəni Sovetin vaxtında mən Bakının bir kəndində işləyirdim. Adını indi çəkməyəcəm. Kubik kariyerində çalışırdım. Çörəyim də daşdan çıxırdı. İndi isə şükür Allah dəmir satıram. Bəlkə bu da Allahın qismətidir ki, adımı Daşdəmir qoyurlar. Daşdəmir müəllim, siz xeyriyyəçiliklə məşğul olursunuz? Nəşə olmuram, oluram əlbəttə. O bizim nəsilimizdən gələn, genimizdə olan bir şeydir. Şəxsən bu son 3 ildə Azərbaycan tamojnasına 1 milyar göy pul keçirmişəm. Təmənnasız qərdəsüz keçirib. Hələ mən qani demirəm. Necə deyərlər, öz millətimizə qurban olun.
Daşdəmir müəllim, əsasən siz kimlərlə əməkdaşlıq edirsiniz? Ala, dünyanın yarısı, Daşdəmirin maşınlarıyla fırlanırlar. Həqiqətən də Daşdəmir Azərbaycanın böyük oğludur. Bax bu maşını da mənə o satıb. Özü də $7.000 məndən qazanıb. Burdundan gəlsin. Eybi yox, amma fəxrimizdir də, halaldır ona. Çünki hər adam naziməyə $7.000 ata bilməz. Daşdəmir müəllim, siz əsasən hansı maşınları satırsınız? Mən əsasən Luboy maşınlar satıram. İstəyir olsun ət maşını, istəyir olsun paltar yuyan maşını. Əsasən odur ki, hörmətli aparıcı, bu maşın atdığı olsun. Bizdə bu semeyni biznesdir. Mənim qardaşım, müğayət olun. Qardaşım Gürcüstanda yaşayır. O oradan atır, maşınları vurur bura, mən burada satıram. Və yaxud burada uşaqlar atırlar, vururuq Gürcüstana, orada da satırıq. Bax belənsinə. Əsasən odur ki, atdığı olsun. Millətimə qurban olun. Doğrudan da mən deyərdim psixoloji nöqteyi nəzərdən Daşdəmir kübar, alicənab, aristokrat, insanpərvər bir atanşikdir. İndi kim yadındadır? 1997-ci ildə Şvarnadzenin o əzilmiş, əncir olmuş maşınını Daşdəmir bəy $3.000 alıb, əl gəzdirib, düzətdirib, onu $1 milyon Qırğızstanın prezidentinə satıb. Doğrudan da Daşdəmir böyük şəxsiyyətdir. Daşdəmir müəllim, bağışlayın. Cəfər mən bir daha üzr istəyirəm. Bakıdan zəng var. Alo, bəli. Ha, kimdir? Ha, Elari sənsən? Elari istəyir Məmmədoğlu. Ha, necəsən qardeşim? Nə vanı yox? Sırf əmin əmanlıqdır, keyf əhva. Əla, əli, sən mənə məmiş quzu keçərəm. Allah, dəvə də keçərəm. Düzdür, 17 nəfər kəsir, tek başına səhər üçün keçərəm. Həri, əlbəttə var. Həri. Allah, əla maşındır. Liboyna. Həri. Bayra indi yanmışam. Bomba bir maşındır. Adıva layiq, həri. Allah, yox, əla, fuludur. Bir dənə də çıtma değməyib maşına. Həri. Bana 4 tane paduşkası var. 5 tane adyalı var. 6 tane de mütekkesi. Ha, fuludur. Qiyməti? Allah, yaxşı, mənim səninlə belə söhbətim olur. Nə verərsən. Yaxşıdır, yaxşısan mənim canım. Bakıya gələr söhbət edərik. Yaxşı, onda bir dəqiqə. Fərid neçədir? $4.000. Heç nə, 15.000 cümlətanı. Həri. Allah, yox, sən yekə oğlan səndən pul qazanacaq, mən. Səndən pul qazanıb burnundan qəpiklər tökürsün. Həri. Yaxşı, göndərirəm. Astrada qarşılarsınız. Fəzay! Gəlin tez bu maşını düzəldir. Davay tezdir. Çox şərəfli işlə məşğul olursunuz, Daşdəmir müəllim. Qurban varam öz millətimə. Vallahi. Ha! Oradan Şumaxerin maşını düzəldir, yola verin. Mən fəxr edirəm ki, mən Daşdəmir kimi şəxsiyyətlə dostluq edirəm. Daşdəmir çox diqqətli insandır. O nəinki mənə gözəl maşınlar tapıb satır, o hətta bütün maşınlarımın zadnimoslarını sığorta eləyir. Allah sənə bazar versin, cibin dolu olsun, əziz qardaşım Daşdəmir. Daşdəmir müəllim, siz vətəndə yaşayan tamaşaçılarımıza nə arzu edərdiniz? Zəfər müəllim, mən burada Dubayda oturub Azərbaycan tamaşaçılarını nə arzu edirəm? Bilirsiniz, maşın insan kimi bir şeydir. Belə müqayisə eləyəndə. Vurulur da, sınır da, kraskalanır da, yığılır da, xərab da olur. Hələ insanlar var ki, amma hələ insanlar da var. Görürsünüz, sürəti yığırlar. Amma tormuzdan sonra görürsən atqaz və. Mən arzu edirəm ki, mənim xalqım həmişə qəttəzə,
yağın içində fulun fulu olsun. Heç vaxt tormozda atqaz verməsin. Həmişə zilonlu svet olsun. Heç vaxt dalqavoy yağmalara düşməsinlər. Hələ bu qədər. Qurban olaram öz millətimə. Bax belə əziz tamaşaçılar, Daşdəmir kimi insanlar dünyanın hər bir güşəsində yaşayıb yaradırlar. Verilişimiz sona çatır. Növbəti verilişdə Antarktidada yaşayan Penguin Broilers şirkətinin prezidenti Dimdik müəllim uça bilməz haqqında biz söhbət açacağıq. 2007-ci ildə Dubayda olarkən biz söz-söhbətlərdən və qalmaqallardan uzaq qalmadıq və Çalçağır verilişinə parodiya etdik. Good day. Efirdə Çalçağır Everyday. Çalçağıra Birləşmiş Ərəb Əmirliyinin ən məşhur, ən dadlı Dubai broiler toyuğunun sponsorluğu ilə baxırsınız. Bu yaxınlarda Britaniyanın bütün şou əhli bir-birinə dəydi. Şoka düşdü. Sən demə, bu məşhur müğənni meyxanası İntiqam yoxdurmu? O kraliça təqaüdçüsü Sir Elton John'dan ailə həyatı qurdu. Elton John kimə ərə getdi? My husband from Azerbaijan, meyxanaçı İntiqam. Meyxanaçı İntiqam niyə məhz Elton John'la evləndi? Birincisi, qismətdən artıq pay, məsəl üçün, yemək çox çətindir də, məsəl üçün. İkincisi, məsəl üçün, açığı da, sroçnu pul lazım idi, məsəl üçün. Üçüncüsü də ki, məsəl üçün, belə baxanda, məsəl üçün, elə özü də pis qız deyil, məsəl üçün. Özünüz baxın da, məsəl üçün. Çox qanacaqlı, tərbiyəli, məsəl üçün. Halal İngilis südənmiş bir qızdır da, məsəl üçün. Meyxanaçı İntiqamın atası Dəllək Tofiq bu barədə nə dedi? Kül olsun onun kişi başına. Mənim uca belədçi oğlum yoxdur, məsəl üçün. Bilmirəm İntiqamın başına kül düşsün, yoxsa Dubai broiler toyuqları, amma toy çox şən keçdi. Oynayan kim, oxuyan kim, qatıqlayan kim, bir sözlə Britaniya və Azərbaycan şou biznesi üz-üzə gəldi. İlhamə Quliyeva Madonnaya niyə ləçər dedi? Mən başa düşə bilmirəm. Mən niyə axı ona baldan artıq şirin söz deməliyəm, hə? O Madonnadır, mən primadonna. Qoy o getsin, qayrı içinin qarnını qaşısın. Eyyub Yaqubov İngiltərənin kraliçasını niyə ağlatdı? Ana dedim ürəyimə, yanar odlar saçıldı. Şahzadə Charles toy zamanı Niyaməddin Musayevdən niyə qorxdu? Heç nə, Charles'ı imişliyə dəvət eləmişdim. Aygün Kazımova Roman Abramoviçə nə dedi? Bəs keçən il ad günümdə sən mənə söz verməmişdin ki, bu ilki yubileyimdə mənə brilyant üzüyü alacaqsan. Götür bu andıra qalmış maşını vur, rədd ol bu. Brilyant Dadaşova toy gecəsi bəylə gəlinə nə arzuladı? M Brothers və Warner Brothers arasında niyə dava düşdü? Brothers sözünü ilk dəfə mən icad eləmişəm. Hər yerindən duran da Brothers adlana bilməz. Müəllif hüquqlarımı qorumaq üçün də Warner Brothers'ı verəcəm Yasamal rayon məhkəməsinə. Orada görüşəcəyəm onlarla. Rəmiş gitaranı niyə Santana'nın başında sındırdı? Heç saat. Ona dedim Zəfərən mahnısını çalsın. O da çalanmadı. Eşşək nə bilir Zəfərən nə edir? Toyun ortasında Samir Bağırovla Elton John hara getdilər? Мы вышли просто покурить.
Mikroşoji böyük kiçiyi var. Toyun axırında meyxanaçı İntiqamın qardaşları Elton John'u niyə bıçaqladılar? Məsəl üçün heç nə. Ala, sən də it qızı it, siqaret çəkilmiş. Yaxşı sözür axı. Məsəl üçün bizim kətdə belə şeylərə pis baxırlar məsəl üçün. Qəm içində olan meyxanaçı İntiqam üzünü George Michael'a tutdu. Bax beləcə show biznes əhlimiz İngiltərə sənətçilərinə göstərdilər ki, bizim toylarımız nə tərim keçir. Qıstati, yaxşı yadıma düşdü. Ay Sting, sən bilirdin ki, Elton John siqaret çəkir. Niyə vaxtında meyxanaçı İntiqamı başa salmadın? Bax, odur ki, qulağınız bizdə olsun. Ey İngiltərə sənətçiləri. Bye bye. Baş sponsor Baksel. Bakselin baş sponsorluğu ilə Planet Barniz Bakunun 10 illik yubileyinə həsr olunmuş verilişlər silsiləsi davam edir. Hatırladım ki, biz 2007-ci ilin əsas hadisələrindən danışırıq. 2007-ci ildə Baksel Azərbaycanın müxtəlif regionlarında yeni müştəri xidmətləri mərkəzləri açırdı. Hal-hazırda demək olar ki, Azərbaycanın bütün regionlarında Bakselin müştəri xidmətləri mərkəzləri fəaliyyət göstərir. Planet Parni iz Baku isə 2007-ci ildə Dubayda fəaliyyətini davam etdirirdi. Welcome to Dubai. Do you speak English? Yes. Arada bir. Jesus emi. I am Big Lieutenant Goshkar. And she is? Yes, she is. And she is Little Lieutenant Commander. Oh, commander. Komandirimizin qohumudur. Excuse me. Ayvaya bəşə. Nəşə. Qoşqar. Praktikamız bugündən başlayır. Yani səbrin olsun da her şey özü danışacak. Excuse me. Please. Jesus emi. Red Siftafor. Car. How much? What? Reis, karın dalında, Bekində, məsəl üçün, bax, Plyonka, how much? I don't understand you. Biz Jesus emim. Signal. How much? What are you talking about? Signal da, bi. Bibi yok Bibi. Bibi. Habibi. Oh, Habibi. Bibi de. Habibi. Oldu olaram. Oldu Bibi. Habibi. Reis, bax, 10 o. 00 misal üçün də 6 nömrə how much? Bunlar da deyəsən havayı maşıqulluq edir. Darıxma. Bunların gözlerini elə açacağıq ki. Bunlar her bayramda konvertin içinde atkırtka, üstünde de 100 dirhem. Ayvaya bəşə. Məşə. Qoşqar, praktika zamanı bizə hansı maşını verəcəklər? Özü fikirləş də. Bakıda BMW'de fırlabrıq. Burada da en azı Rolls Royce, polni xod muzika, rучной dartmaq, təkər qaldırmaq, Victoria Beckham sənin, Spice Girls da mənim, nətlər də olar. Ne var ne bakırsan Qoşqar, Rolls Royce budur. Deyirəm qurban olarım bizim BMW'lərə.
BMW cəhənnəmi. Qurban olum rayondakı Passatlara. Heç olmasa PPX-nın tofaşlarından verirdilər. Cəm. Deyirəm, bunların, bu Dubayın qayışnikləri əgər dəvədə fırlanırlarsa, gör indi bunların rəisləri yəqin fildə fırlanırlar, hə? Amma bir tərəfdən yaxşıdır, hə? Benzin tökmək lazım deyil, yağın dəyişdirmək də lazım deyil. Deyirəm ki, birdən biri narusheniya elədi. Və biz onu necə tutacağıq? Не беспокойся. Радгошкара кто бегал, а? Не бuna. Ver onu buraya. Gel. 1900 nömrəli dəvə. Sırrıçını bir qırağa sakla. 19 nömrəli dəvə. Azana dönüp. Bir qırağa sakla. Bir qırağa sakla tut. Ha o tüpürecek ne de tüpürecek. Ya çabuk ya. Bir qırağa sakla. Мальчишка и девчонка, папочка и мамочка, веселая историчка, услышать не хотите-ска. Ола веселая историчка, телевизор покажет наш, веселая историчка в журнале «Переколаж». Michelin pakrışkaları satırıq burada düz 10 ildir. Michelin pakrışkaları hər maşın üçün yaxşı gedir. Goodyear, Bridgestone, Pirelli, her cür pakrışka var. Satılmasa da o Novruz bayramında tongal yerine yaxşı yanar. Dubayda satırıq yellow margarin, yellow margarin, yellow margarin. Ləncarandan yellow mandarin, yellow mandarin, yellow apelsin. Kran suyu içirsən yellow xəstəlik, yellow xəstəlik, yellow xəstəlik. Xalq mahnımız yellow sar gəlin, yellow sar gəlin, yellow sar gəlin. Qocalanda gedirsən apteka Viagra almağa, dədə baba dərmanı ləbləbim, 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 ləbləbim. Zaqataladan ləbləbim, 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 ləbləbim. Svixaya gedəndə ləbləbim. Yesterday, biz alim olmuşuq yesterday. 10 şirvan alırdıq yesterday. Digər dolan sən everyday. Suddenly, Dubaya gelmişiz suddenly. Zirzibil satırıq everyday. Yaddan çıxdı o yesterday. Gizli kamera rubrikasında Planet Parniz Bakunun aktyorları özlərini ərəb şeyxi və onun tərcüməçisi kimi Dubaya gəlmiş turistlərə təqdim edəcəklər. Извините, наш многоуважаемый и достопочтенный шейх хочет познакомиться с такой очаровательной девушкой, как вы, и связать в дальнейшем семейный узел. А что, он до сих пор не женат?
у шейха уже есть 3 жены, но он хочет русскую. Вообще-то я украинка. А, украинка. Так вот она кто. Лахтыш малахш малхат семна галая benim bunu bıraksan khula tete Украинада. Он сказал, что ему абсолютно пофиг. Чего? Идите сами нафиг. Послушай, девушка, да пошла ты сама нафиг. Hər möhnətə dözərəm, qına məni qınayar, qınayar. Əhdə çıxsam vəfasız, onda məni sınayar, Песня sınayar. поется о том, что ваша красота снилась ему целую вечность и будет сниться до конца его жизни. Передайте своему шейху, что я уже замужем. الأخت شنو ما لها خذ من أحسن المشكلات المادة دي كعريبار. Başa üstündə, yes. Достопочтенный шейх сказал, что он женится на вас обоих. Cava, başı xarab oldu. Я не поняла, ваш шейх что, бисексуал? И бисексуал, и трисексуал, и четыресексуал. Bax, yaxşı qoz fındıq yesən, lap pət seksual. Can I have a shrimp cocktail and orange juice? Shrimp cocktail and orange juice? Yeah, yes. Thank you. Здравствуйте. Дорогой, многоуважаемый, достопочтенный шейх хочет предложить вам руку и сердце. А больше ничего не хочешь предложить мне? Ну, пока только руку и сердце, а потом обо всем сами договоритесь. Передайте своему шейху, пусть он свою руку засунет себе Я не могу ему это сказать. Он мне голову потом отрубит. Пусть он тебе лучше рубит. И вообще идите сейчас. Какие красивые слова. Вы очень любезны. Да я вам еще раз объясняю. Достопочтенный шейх хочет, чтобы вы поселились у него во дворце и стали его 15-й женой. Да без проблем. Сейчас только позову своего третьего мужа. Вася! Да Вася не надо, вас надо. Все нормально, брат, это просто скрытая камера. أهلي حبيبي عندي على Достопочтенный шейх предлагает вам обоим стать его женами. Что? Что? Он предлагает вам 2 сердца и 4 руки. Он что, мутант? Нет, он султан Абделькадер Джафар ибн Хияр углу Хияр. Как? Что там на Х? Хияр. Скажи своему Хияру, что мы согласны. Мы вас только что снимали с скрытой камеры. Есть певица одна, звать ее Роксана, чтобы выучить русский, попросила меня. Вот учу столько дней, замотался я с ней. Ащи хватит, Парис, ты меня научись. Жищи через «и», сол, фа, сол, мягкий знак. Я уже не дурак, ты давно не киши. У меня свой дай-дай, он тебя ай-яй-яй. Хорошо, Роксана, что-нибудь ты скажи. Я не буду силовать холодных рук. Не силовать, а целовать. В этой осени никто не виноват, не виноват. Виноват. Я уехал в Петербург. Петербург. А приехал в Ленинград. Ленинград. Не нервничай, другой спою. Наша Шура шла по шоссе. По шоссе.
И шашала эта Шура сучку. Сосала. Я уеду в свой Баку. Уе. И тебе я деньга не заплачу. Bivəfa. Beləliklə, planetimizdə Dubay səfəri və 2007-ci il başa çatdı. Fürsətdən istifadə edib biz bir daha Dubay səfərlərinə görə iş adamı Hafiz Məmmədova dərin təşəkkürümüzü bildiririk. İndi isə hamının səbirsizliklə gözlədiyi bir xəbər. Planet Parnis Bakunun 10 illik yubileyi çox möhtəşəm şəkildə ənənəvi aprel konsertlərində qeyd olunacaq. Hamınızı aprelin 1-i, 3-ü, 4-ü Heydər Əliyev sarayında gözləyirik. Siz Azərbaycanın ilk mobil operatoru Baksel'in baş sponsorluğu ilə Planet Parnis Bakunun 10 illik yubileyinə həsr olunmuş verilişlər silsiləsinin növbəti buraxılışına baxdınız. Bu, balaca planetin böyük tarixi idi. Bu qədər. Hələlik bu qədər.